Telefon səni deyil, sən telefonu idarə edirsən. Hər 5 dəqiqədən bir ekrana gələn o balaca bildiriş var. Sənə elə gəlir ki, sadəcə 2 saniyə baxıb qayıdırsan, amma o 2 saniyə beyninin fokusunu darmadağın etmək üçün kifayətdir. Əyri oturaq, düz danışaq. Sənin vaxtın deyil, diqqətin oğurlanıb. Sosial media, mənasız WhatsApp qruplar və 1 dəqiqə olar deyib vaxtını alan insanlar. Onlar sənin gələcəyini uğurlayır. Mən də eyni səhv edirdim. Hər mesaj səsinə, başqasının ehtiyacına əsgər kimi reaksiya verirdim. Elə bilirdim, əlçatan olmaq professionallıqdır. Amma gördüm ki, mən hamı üçün əlçatan olduqca öz hədəflərimdən uzaqlaşıram. Bugün enerji uğurlarına qapını bağlayırıq. Tapşırığım sadədir. Bildirişləri söndür. Bəli, bütün bildirişləri. Vacib iş gördüyün zaman telefonu başqa otağa qoy və ya narahat etmə rejiminə keçir. Hətta deyərdim ki, telefonunda sənin zamanını çox alan tətbiqləri sil. Fokusunu geri qazan. Bu gün neçə saatını ekrana bağışladın? Ekran sürəni, rəqəmini rəylərdə paylaş, gəl üzləşək. Sabah yox deməyin, gücündən danışacağıq. Unutma, diqqətin sənin ən bahalı valyutandır. Onu ucuz xərcləmə.